Mayın 10'da ulduzların proqnozlaşdırdığı kimi bəxt bu borcluların üzünə güləcək və onlara görünməmiş sərvət bəxş edəcək. O, bu bürclər üçün çox vacib bir hədiyyə hazırlayır. Bu sən ola bilərsən. İndi öyrənin, amma başlamazdan əvvəl bu videonu dislike ataraq və şərhlərdə yazaraq kodlaya bilərsiniz ki, 10 maydan sonra mənim bəxt qapılarım açılacaq və mənə ciddi pul axını olacaq. Ulduzlar arzularınızı eşidib səxavətlə yerinə yetirsin və əlbəttə ki, kanalımıza abunə olun və bu videonu sevdiklərinizlə paylaşın. Bəlkə də ailənizdən kimsə mayın 10'dan sonra 1 milyonun şanslı qalibi olacaq. Bəli dostlar. Bu bürclər üçün inanılmaz maliyyə sürprizləri hazırlayır. Tale onlara gözlənilməz maliyyə hədiyyələri və böyük qazanclar təqdim edəcək. Görək ulduzlar hansı bürclərə milyonlarla dollar vəd edir. 10 maydan sonra inanılmaz dərəcədə şanslı olacaq ilk bürc Buğa bürcü olacaq. Əziz Buğa, siz həmişə maliyyə sabitliyi və firavanlıq üçün səy göstərmisiniz. May ayı sizin üçün xüsusi bir ay olacaq, çünki ulduzlar sizin üçün böyük pullu hədiyyələr hazırlayır. Maddi durumunuz xeyli yaxşılaşa bilər. Buğa üçün məsləhət, xəyallarınıza doğru əməli addımlara diqqət yetirin və səbirli olmağı unutmayın. Yarışlarda iştirak edin, lakin pula həmişə rasional yanaşın, qətiyyətiniz və əzmkarlığınız mütləq uğurlar gətirəcək. Növbəti bürc əlaməti xərçəngdir. Mayın 10'dan sonra xərçəng bürcü üçün maddi rifah olacaq. Sizi başgicəlləndirici qazanclar və yaxınlarınızdan gözlənilməz pul hədiyyələri gözləyir. Əziz xərçəng, uğurlar cəlb etmək üçün intuisiyanızdan istifadə edin və dediklərinizə diqqətli olun. Ailə məsuliyyətlərinizi unutmadan müsabiqələrdə və loteriyalarda iştirak edin. Detallara diqqət və yaxınlarınıza qayğı maddi rifahı cəlb etməyə kömək edəcəkdir. Mayın 10'dan sonra gülümsəyən növbəti şanslı insan qız bürcü olacaq. Əziz qız bürcü, kamillik və nizam arzunuz mükafatlandırılacaq. Sizi inanılmaz maliyyə fürsəti gözləyir. Ola bilsin ki, qazanclarınızdan və ya üzərində çox çalışdığınız layihələrdən gözlənilməz pul axını olacaq. Uzun müddətdir təxirə saldığınız layihələrə qayıtmaq üçün əla vaxtdır. Detallara diqqət yetirin. Təbii təşkilatınızı göstərmək, detallara diqqət yetirmək və mükəmməlliyə can atmaq sizə uğurlar cəlb etməyə kömək edəcək. Varlanmaq üçün növbəti bürc Əqrəb olacaq. İntuisiyanızın və daxili gücünüzün sizi maliyyə uğruna aparacağı həftə olacaq. Sizi böyük qazanclar və taleyin gözlənilməz pul hədiyyələri gözləyir. Uğurları cəlb etmək üçün inanılmaz intuisiyanızdan və daxili gücünüzdən istifadə edin, Əqrəb. Qətiyyətiniz və mistik enerjiniz sizə maliyyə rifahı cəlb etməyə kömək edəcək. Sürprizlərə hazır olun, əziz əqrəblər, bəzən bəxtimiz sizi təəccübləndirəcək. Növbəti sırada, əziz oxatanlar, yeni üfüqlər arzunuz və macəra susuzluğunuz mükafatlandırılacaq. Mayın 10'dan sonra böyük qələbə qazanacaqsınız, çünki ulduzlar sizin tərəfinizdədir. Maliyyə sabitliyi və firavanlıqdan həzz alın. Yeni imkanlar üçün həvəs və açıqlığınızı istifadə edin, ən yaxşıya inamınız və yeni zirvələrə can atmağınız şübhəsiz ki, maliyyə rifahını cəlb edəcəkdir. Bürcün növbəti şanslı əlaməti Dolçadır. Əziz Dolça, yeniliklərə və orijinallığa olan həvəsiniz sizə bəxt, başgicəlləndirici qazanc və yeni layihə və ideyalardan gözlənilməz pul daxil olmaları gətirəcək. Şans əldə etmək üçün yaradıcılığınızdan və innovativ yanaşmanızdan istifadə edin. Cəsarətli fikirləriniz haqqında unutmayın, orijinallığınız və yenilik arzusu şübhəsiz ki, maliyyə rifahına nail olmağa kömək edəcəkdir. Və nəhayət, bürc olan balıqlar, maliyyə rifahı arzularının gerçəkləşdiyi balıqlar üçün sehirli bir vaxt olacaq. Destinidən sizi gözlənilməz pul hədiyyələri gözləyir. Uğurları cəlb etmək üçün güclü intuisiyanızdan və daxili ilhamınızdan istifadə edin, balıqlar. Xəyallarınızı və məqsədlərinizi təsəvvür edin. İntuisiyanız və ən yaxşınıza inamınız maliyyə şansınız üçün bələdçi olacaq. Bəli dostlar, xüsusilə buğa, xərçəng, qız, əqrəb, oxatan və balıqlar üçün səxavətli olacaq. Bürcün bu əlamətləri əhəmiyyətli pul qazanclarına və maliyyə şanslarına arxalana bilər. Əsas odur ki, həyatınızı dəyişdirmək şansınızı əldən verməyin. Özünüzə və gücünüzə inanın, ulduzlar sizin tərəfinizdə olsun və sizi firavanlıq və bolluqla mükafatlandırsın, ilk çətinliklərdə təslim olmayın.
Unutmayın, arzunuz nə qədər güclü olsa, məqsədinizə çatmaq bir o qədər asan olar. İndi dostlar, bu videonu beyin fırtınası edin və hələ də etməmisinizsə kanalımıza abunə olun. Beləliklə, yeni proqnozları və astroloji məsləhətləri qaçırmayacaqsınız və biz bundan sonra da davam edəcəyik. Ulduzların bizim üçün nə hazırladığını bilmək həmişə daha maraqlıdır. Səma cisimlərinin hərəkəti dəyərli ipuçları verə bilər və qarşıdakı günlərdə özünüzü daha yaxşı başa düşməyə kömək edə bilər. Bu həftənin diqqəti düşünmək, özümüzü qərq etmək və yeni şuurlara çatmaq üçün diqqətimizi həyatın müəyyən bir sahəsinə yönəltməkdir. Şəxsi inkişaf və özünə inam yaradın. Mövzuların təsiri də hiss olunur. Qoy bu həftə sizin üçün güc mənbəyi olsun. Zirvəyə qalxmaq, əziz qoçlar, çox vaxt öz üzərimizdə işləməyi tələb edir. Bu həftə özünüzü təkmilləşdirmək istəyiniz tələsik qərarlar qəbul etməyinizə mane ola bilər, yanvar seçimlərinizdə bir qədər gecikməyə səbəb ola bilər, ancaq vəziyyəti diqqətlə təhlil etmək üçün vaxt ayırın. Mənəvi və yaradıcı tərəfinizə diqqət yetirin. Yaxınlarınız və hətta digər yaradıcı insanlarla daha dərin emosional əlaqə hiss edə bilərsiniz. Bu əlaqələr əskik olduğunuz əsl sevinc mənbəyi olacaq. Buğa, əziz buğa bürcü, xatırlayın, başqa insanlar sizi özünüz gördüyünüzdən fərqli qəbul edə bilər. Başqalarının gözündə imicinizi və özünüzü necə təqdim etdiyinizi təhlil etmək üçün bundan istifadə edin. Özünə güvən, amma səhvlərini etiraf etməkdən qorxma. Başqalarının baxışlarını daha yaxşı başa düşmək üçün özünüzə onların gözü ilə baxmağa çalışın. Bu həftə evinizə, ailənizə və xüsusən də övladlarınıza qarşı daha kəskin məsuliyyət hissi yaşaya bilərsiniz. Siz dönük ailə üzvlərinə kömək təklif etmək istəyə bilərsiniz. Ancaq hazır olun ki, tövsiyələriniz həmişə böyüməyə və ya qəbul olunmaya bilər. Nə olursa olsun sevdiklərinizi dəstəkləməyə davam edin və onların öz səhvlərindən dərs almasına icazə verin. Əkizlər, 10 maydan sonra maliyyə məsələlərinə münasibətinizi dəyişməyi düşünə bilərsiniz. Əvvəla, o transformasiyadan keçir və bu, xərclərinizdə və bəlkə də gəlir mənbələrinizdə dəyişikliklər tələb edir. Bu, uzun bir proses olsa da, siz artıq maliyyə sabitliyi yolundasınız və bu, bayram üçün səbəb deyilmi? Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün çoxlu imkanlarla əhatə olunmusunuz. Bəziləri həqiqətən ümidverici, digərləri isə xəyali olacaq. Ancaq onların əksəriyyəti gözlədiyinizdən daha çox səy tələb edəcək. İndi hərəkətə keçməkdən qorxmayın. Siz mütləq buna dəyər bir şey tapacaqsınız. Ən əsası, bir şey həqiqət ola bilməyəcək qədər yaxşı səsləndikdə boş vədlərə qapılmayın. Yəqin ki, belədir. Əziz xərçəng, bəlkə də dostlarınızdan biri sizi bu həftə məyus edəcək və ürəyiniz parçalanacaq. Çünki siz həmişə sevdikləriniz üçün can atırsınız, düşünməyin vaxtıdır. Bu dostluq həqiqətən sizin üçün bu qədər dəyərlidirmi? Etibarsız dostlarla belə hallar tez-tez təkrarlanırsa, niyə belə insanları seçdiyinizi və mənfi əlaqələri qırdığınızı təhlil etməyə dəyər ola bilərmi? Əlavə gəlir təklifi ala bilərsiniz. Cazibədar, lakin həmişə etibarlı olmayan təkliflərlə dolu bir dünyada ehtiyatlı olmaq vacibdir. Xüsusilə maliyyə məsələlərində intuisiyanız artır. Beləliklə, daxili səsinizə etibar edin. Əziz şir, bu həftə hökmdarınızın əhvalı pis ola bilər. Odur ki, işdə diqqətli olun. Müştəriləriniz də həmişəkindən daha qəzəbli görünə bilər. Ancaq onların perspektivini başa düşdüyünüz və narahatlıqlarını həll etmək üçün lazımi addımlar atdığınız zaman işlər yaxşılaşacaq. Çevik olun, bu onları heyran edəcək. Həmkarlarınız qarşısında çıxış etmək, iclası idarə etmək. Sizdən yeni işçi öyrətmək və ya digər komanda üzvlərinə məsləhət vermək tələb oluna bilər. Nə olursa olsun, rəisləriniz. O, sizin liderlik bacarıqlarınızı və məsuliyyət götürmə qabiliyyətinizi qiymətləndirmək istəyir. Buna görə də əlinizdən gələni edin. Qız bürcü bu həftə özünüzü öyrənmək və təkmilləşdirmək fürsəti ilə başlayır. Sizi imtahanlara hazırlamayan və ya təkmilləşdirmə kursu keçməyən hobbi ilə məşğul olmağa qərar verə bilərsiniz. Diqqətinizi cəmləməkdə çətinlik çəkdiyinizi görürsünüzsə, mühiti dəyişməyə cəhd edin, diqqətinizi cəmləməyə kömək edəcək. Sizin intuisiyanız hazırda son dərəcə güclüdür və siz yemək kimi başqalarının emosiyaları ilə qidalanmırsınız.
Yaşadığınız bir çox duyğuların sizə aid olmaması mümkündür. Bok, istədiyiniz şəkildə enerji təmizləmək üçün əla vaxtdır. Meditasiya etməyə, təmiz havada gəzməyə, gündəlik yazmağa və ya sadəcə rahatlatıcı vanna qəbul etməyə çalışın. Özünüzə istirahət etməyə icazə verin. Tərəzi, qarşınıza maraqlı maliyyə fürsəti çıxa bilər. Ancaq bu həftə riskli investisiyalar üçün yaxşı vaxt deyil. Ehtiyatlı olun və qərar verməkdən çəkinməyin, xüsusən də sizə lazım olan bütün məlumatlarınız yoxdursa. Düşünmədən hərəkət etmək, aradan qaldırılması çətin olan uğursuzluqlara səbəb ola bilər. Rəhbərlər yaxın dostlar və ya icmanızın üzvləri ola bilərlər. Başqalarına kömək etmək üçün güclü bir istək hiss edə bilərsiniz. Yaradıcı ideyalarınız və problemin həllinə qeyri-adi yanaşmalarınız həqiqətən fərq yarada bilər. İndi ətrafınızdakı insanların həyatında müsbət dəyişiklikləri dəstəkləmək və onlara dəstək olmaq üçün bacarıq və biliklərinizi istifadə etməyin vaxtıdır. Əqrəb bürcü bu həftə diqqətiniz sizin üçün vacib olan və uyğunsuzluğunu hiss etdiyiniz bir münasibətə yönələ bilər. Ola bilsin ki, qarşılığında aldığınızdan daha çox verirsiniz və ya fikir ayrılıqlarından narahat olmağa başlayırsınız. Siz təqdim edirsiniz. Bu fikir ayrılıqlarınızı həll etmək üçün çətin də olsa, səmimi söhbət etmək üçün əlverişli zamandır, enerjiniz hazırda yüksəkdir və qeyri-adi cəlbedici insanlar sizin xarizmanıza cəlb olunur. Rəhbərlər bir layihəyə rəhbərlik etmək istəyirlər. İstər iş müsahibəsi olsun, istərsə də biznesinizin reklamı. Özünüzü sübut etmək şansınız ola bilər. Bu, istedadlarınızı nümayiş etdirmək və yeni imkanlardan yararlanmaq üçün əla zamandır. Oxatan iş yerinizdə dəyişikliklərə hazır olun. Yeni prosedurlar qüvvəyə minə bilər, iş yeriniz dəyişə bilər. Anlaşmaqda çətinlik çəkdiyiniz bir işinizi tərk edə bilər və ya kadr dəyişikliyi ola bilər. Bir çox insan dəyişiklikdən təsirlənsə də siz bundan faydalanacaqsınız. Qoy bu yeni təzə enerji sizi ilhamla doldursun. Sizin bilik və təcrübəniz hazırda çox tələb olunur. Fikirləriniz dəyərli olduğu üçün sizdən biliklərinizi bölüşməyiniz xahiş oluna bilər və başqaları sizin dediyinizi eşitmək istəyir. İndi auditoriyanıza nəyi çatdırmaq istədiyinizi düşünmək üçün yaxşı vaxtdır. Tezliklə fikirlərinizi bölüşmək üçün gözəl fürsətiniz olacaq. Rahatlıq zonanızdan çıxmağın vaxtının yetişdiyini hiss etsəniz də, əziz oğlaq, unutmayın ki, yol həmişə hamar olmur. Aşiqlər risk etmək istəyə bilər, amma qarşılığında heç nə ala bilməyəcəksiniz. Və ya cari münasibətlərdə necə idarə edəcəyinizi bilmədiyiniz çətinliklərlə qarşılaşa bilərsiniz. Bu çətinlikləri hər halda qarşılayın. Ürək ziyarəti yaşadığınız zaman belə yolunuzu tapacağınızdan əmin ola bilərsiniz. Bu dövrdə aldanmaq və cəlbedici təkliflərə inanmaq asandır. İnsanlar sizə böyük qazanc və ya asan uğur vəd edə bilər. İnvestisiya və xərclərə diqqətli olun və qərar verməzdən əvvəl hər şeyi diqqətlə araşdırın. Əziz dolçalar, ayaqlarınızın altında həmişə möhkəm torpaq olduğunu xatırlamaq vacibdir. Ətrafınızdakı dünya daim dəyişir. Sosial çevrəniz, yaşayış şəraitiniz və işiniz gəlib gedə bilər, amma siz həmişə özünüz olaraq qalırsınız. Özünüzə və gücünüzə inanın. Bəlkə də yeni romantik münasibətə girəcəksiniz. Və ya heç olmasa belə düşünəcəksən. Bu, bir dost sayəsində və ya ən gözlənilməz şəraitdə baş verə bilər. Əgər siz artıq münasibətdəsinizsə, tərəfdaşınızla yeni duyğular və daha dərinlik hiss edəcəksiniz. Siz nəyəsə qarışa bilərsiniz. Balıqlar bu həftə diqqətinizi yayındıra bilər, çünki hazırda önəm verdiyiniz insanlara etibar edə bilmirsiniz. Ola bilər ki, bir şeyə o qədər qapılırsınız ki, vaxtı itirirsiniz və hətta sadə tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirsiniz. Fikirləriniz qarışıq olacaq və məlumatı mənimsəməkdə çətinlik çəkəcəksiniz. Digər tərəfdən, özünüzün müalicə potensialınız hazırda çox yüksəkdir. Bəlkə özünüzə qulluq etməyin yeni, əvvəllər araşdırılmamış yollarını kəşf edəcək və bədəninizə, arzularınıza və ehtiyaclarınıza daha yaxşı münasibət bəsləməyə başlayacaqsınız. Daxili səsinizi dinləmək və daxili harmoniya tapmaq üçün yaxşı vaxtdır, lakin hazırda ekranınızda iki pop-up görürsünüz, dostlar. Aşağıdakı videolar sizə tövsiyə olunur. İntuitiv olaraq ən çox bəyəndiyiniz videonun üzərinə klikləyin və onu izləyin, dostlar. Ağlınıza gələn və gəlməyən bütün nemətlər sizin üçündür.
Növbəti videoda sözün əsl mənasında sizdən xəbər alacağıq.